Salamlar. Keçən dəfə populyasiyaya aid bir məsələ paylaşmışdım və bu məsələnin izahını məndən istəmişdiniz. Bu gün məsələnin izahını iki üsulla verəcəm. Məsələnin şərtində deyilir: X xromosomunun homoloji olmayan sahəsində yerləşən xəstəliyə səbəb olan resessiv bir genin rast gəlmə tezliyi 0,6-ya bərabərdir. Əgər müəyyən bir insan populyasiyasında qadınların sayı kişilərin sayından 2 dəfə çox olarsa, insanların neçə faizi xəstə olar? Bu məsələni birinci üsul bu cür həll eləyəcəm. Demək, qadınların sayı əgər kişilərin sayından 2 dəfə çoxdursa, o zaman qadınların sayını 2x-la, kişilərin sayını isə x-la işarə edəcəm. Demək ki, bu populyasiyada cəmi bütün insanların sayı 3x qədər olacaq. Onların 2x'i qadınlardır, 1x'i isə kişilərdir. Və xəstəlik resessiv genlə ötürülür. Deməli, resessiv olduğu üçün kiçik a hərfi ilə işarə edəcəm və rast gəlmə tezliyi bu genin və ya bu allelin 0,6-ya bərabərdir. Qadınlar homoqamit olduqlarına görə onlarda 2 ədəd X cinsiyyət xromosomu var. Ona görə də bu xəstəliyin onlarda üzə çıxması üçün hər iki X cinsiyyət xromosomu kiçik A genini daşımalıdır. Demək ki, qadınlarda bu xəstəliyin üzə çıxma ehtimalı 0,6 vurulsun 0,6, yəni 0,36 hissə olacaq. Kişilər isə heteroqamit olduqlarına görə onlarda bir ədəd X cinsiyyət xromosomu var və onlarda bir kiçik A geninin olması kifayət edəcək ki, bu kişilər xəstə olsun. Deməli, onlarda elə bu xəstəliyin üzə çıxma ehtimalı 0,6 hissə olacaq. Hissəni saya çevirmək üçün keçən dəfə videolarımızın birində də izah elədiyimiz kimi onları saya vurmaq lazımdır. Yəni 2x qədər qadın varsa, mən 0,36-nı vuraram 2x-a, o da bərabər eləyəcək 0,72-yə. Kişilərin sayı isə elə x qədərdir. Deməli, 0,6-nı da x-a vururam. Bu da eləyir 0,6x. Ümumilikdə xəstəliyin sayı, xəstə insanların sayı 0,72 qadın, üstəgəl 0,6x kişi. 0,72 ilə 0,6-nı toplayanda bizə 1,32x rəqəmini verəcək. Və bütün insanların sayı əgər 3x qədərdirsə və mən bunu 100% kimi götürsəm, 1,32x bəs neçə faiz edər? Yəni, xəstə insanların sayı neçə faizdir? Və bu tənasübü də həll eləyəndə 132-ni bölürük 3-ə, bizə 44 rəqəmini verir. İndi gəlin, ikinci bir üsulla izah verim sizə. Hansı üsul sizin üçün daha əlverişli olarsa, o üsuldan da istifadə edərsiniz. Demək, məsələni başqa cür həll edərkən, bir dəqiqə bunu təmizləyim buradan, lövhəni silək. Lövhəmizi təmizlədik. İndi gəlin rəqəmlər qoymaqla məsələni həll eləyək. Məsələn, əgər deyirsə ki, qadınların sayı kişilərin sayından 2 dəfə çoxdur, deməli, bu populyasiyada 100 kişi varsa, 200 qadın var. Yəni, ümumilikdə 300 nəfər insan var. Onların da 200 nəfəri olsun qadın, 100 nəfəri də olsun kişi. Nəyə görə? Çünki qadınların sayı kişilərin sayından 2 dəfə çox olmalıdır. Və bayaq izah etdiyim kimi, qadınlar x kiçik a vəziyyətində olduqda, kişilər isə x kiçik a, y olduqda xəstə olacaqlar. Xəstəlik geninin də rast gəlmə tezliyi 0,6-ya bərabərdir. 0,6 vurulsun 0,6,
bizə verir 0,36 rəqəmini. Bunu da saya çevirmək üçün vururuq qadınların sayına, yəni 200-ə, bu da eləyəcək 72. Deməli, 72 nəfər qadın xəstə olacaq bu populyasiyada. Kişilərdə isə bir ədəd kiçik A geni olduğuna görə 0,6 isə kişilər xəstə olacaq. Saya çevirmək üçün kişilərin sayına, yəni 100-ə vuracam. Bu da eləyəcək 60 nəfər kişi xəstədir. Ümumilikdə 72 qadın, 60 kişi toplayanda bizə 132 rəqəmini verəcək. Deməli, cəmi 132 nəfər insan xəstədir. Bəs bu ümumi əhalinin neçə faizini təşkil edir? Cəmi əhali 300 nəfərdir və bunu 100% ilə işarə etsək, bəs 132 nəfər, yəni xəstə insanlar neçə faizi təşkil edəcək? Buradan da 132-ni 100-ə vurub 300-ə bölsək, bizə yenə də 44 rəqəmini verəcək. Deməli, insanlar 44% xəstə olacaq. Diqqətiniz üçün təşəkkür edirəm.